Millət, videonu bir dəqiqəlik dayandırıram. İndi sizlərə Azərbaycanda ən güvənli, sərfəli və sürətli elmas vurulması üçün Freshop'u təqdim edəcəm. Yəqin ki, Freshop'u aranızda tanımayan yox. Freshop Azərbaycanda ən güvənli elmas vurulması təqdim edən sayt. Bəli, səhv eşitmədiniz, sayt. Saytın linkini açıqlamaya qoyacağım. Gedib saytın rahat bir şəkildə elmaslarınızı ala bilərsiniz. Yoxsa mən saytı anlamıram deyirsinizsə, ekranda əlaqə nömrəsi də var. WhatsApp üzərində əlaqə saxlayıb güvənli bir şəkildə elmaslarınızı ala bilərsiniz. Freshop'da elmas vurulmasından başqa PUBG-yə, Roblox-a, Brawl Stars-a və sair oyun platformalarına istədiyiniz qədər ödəniş edə bilərsiniz. Keçək videomuza. Salam aleykum dəyərli izləyicilər, necəsiniz? Ümidvaram ki, yaxşısınız. Başlıqdan da gördüyünüz kimi bu bir proxy videosudur, amma proxy videosu tam başqa olacaq, çünki bu proxy-də hədiyyə atmaq olacaq. Bəli, düz eşitdiniz, hədiyyə atmaq olur. İndi burada mağazaya gireyim. Sizə göstərmək üçün buyururam. İndi takıma girib birinə də atacağım. Bir də baş seçək buradan. Ne seçək? Bunu kimə ataq? Rüfətə. Rüfətə ataq. Rüfətə hədiyyə gedir. Yazın aktiv olanların birinə takıma çağıracağım. Və hədiyyə atacağım və özündən soruşacağım, hədiyyə gəldi, gəlmədi. Amma ondan əvvəl kassaya girək. Görək nələr var proxy-də. Yəqin ki, hamınız bilirsiniz ki, proxy-yə indiyə qədər Free Fire-da ən əvvələ qədər nə gəlibsə və ya nə gələcəksə hamısı burada var. Qanunsuzlar mı deyim, altın qanunsuzlar. Belə sakura başlarıdır, nələrdir bunlar? Heç bir üzümlə bilmirəm. Şeytan başlardır, dovşan başdır, saqqal zat, hər şey. İfadələr, gəlişlər, bu dönüşümlər falan. Maşındır, bu koleksiyon, hər şey var. Full da full. Hiylə, proxy. Bunun qurulumu sadəcə APK-dır. Amma ki, 2 saatdan bir qeydiyyatdan keçmək lazımdır ID-ni. İndi onu da göstərəcəm videosundan. Çox rahatdır. Bunun yükləməsi falan, qeydiyyatdan keçirməyin linkini falan hamısı yorumlarda olacaq. Yorumlarda və bioda görəcəksiniz. Oradan videoya diqqətlə baxaraq, videonu izləyərək rahat bir şəkildə quraşdırıb mənim kimi istədiyiniz öz hesabınıza və ya başqası hesabına bu cür hədiyyələr ata biləcəksiniz. Hədiyyəni takım adamı çağırıb hədiyyə atmamışdan əvvəl sizdən bir xahişim var. Videoyu bəyənin, abunə olun və bildirimləri açmağı unutmayın. Keçək. Tək aktiv də terrordur. Yaxşı, terror da istəyətə görə aktivdir elə bu. O, qəbullədir. Görə istek listəsində nə var hələ? İstek listəsində nə varsa ona görə atarıq. Ooo, çox üstəmsə qaqasa. Şeytan baş, at. Sonra bu papaq nədir? Bunu at. Sakura baş, at. Ağ mələk şalvar, at. Mavi mələk şalvar, at. Köynək, beyaz nədir? Sürücü ceketi, erkek, at. S4'ün yadım elde bol. Şöyle at, sokaklara at. Ne kalıp Sakura şöyle, ooo, bunu da at. Neyse kalmadı burada. Bakak bir. Ya göndermeyeceğiniz hamısı budur. Soruşaq özündən görək. Gəldi mi? Özünə yazıcı.
Özünüz görürsünüz burada. Açıq-açıq yazır ki, hədiyyə gəlib. Siz yoxlayanda onsuz görəcəksiniz ki, hədiyyəniz gəlib. İndi keçirik qurulum videomuza. Dediyim kimi, səhifəmə abunə olub, videonu bəyənib, bildirimləri açmağı unutmayın. İndi ID-ni qeydiyyatdan keçəcək. Diqqətli izləyin, səhviniz olmasın. Bu enter yolun bir yolu. Buna aidinizi yazırsınız. Ben de yaptı saklanır diye yazmama ihtiyaç yoktur. Reklamlar gelir, reklamlara vurduğunuzda geri qaydırsınız. Buradan 5 addımla ibarətdir. 5 addımı da keçirsiniz. Artık siz böyle bir pencere üstlerinde artık ID qeydiyyatdan keçmiştir. Artık proxy'ye girib çevirəməyi vaxtıdır.